25 Mart Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü qeyd olunur. Baş nazir İrakli Qobaxidze bildirib ki, bu il tarix 2-ci İlyanın vəfatı səbəbilə matəmlə qeyd olunur. O vurğulayıb ki, patriarxın ən böyük xidmətlərindən biri kilsənin avtokefaliyasının beynəlxalq səviyyədə tanınması olub və bu, ölkənin suverenliyini də gücləndirib. Baş nazir xalqı bu tarixi günü münasibətilə təbrik edərək, birlik və patriarxın irsini qorumağa çağırıb. Bugün bütün Gürcüstanın Katolikos Patriarxı 2-ci İlyanın vəfatının 9-cu günüdür. Eyni zamanda 25 Mart Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü kimi qeyd olunur. Bu münasibətlə Sionik Kafedral Kilsəsində saat 14:00-da Mitropolit Şio tərəfindən dua mərasimi və anım mərasimi keçiriləcək. Kilsədə insan axını davam edir. Vətəndaşlar patriarxın məzarını ziyarət edir, ona sevgi və minnətdarlıqlarını bildirirlər. Məzarın abadlıq işləri hələ tam başa çatmadığı üçün yaxınlaşma məhdudlaşdırılıb. Möminlər 40 gün ərzində hər gün səhər saat 8:00-dan gecə 22:00-a qədər məzarı ziyarət edə biləcəklər. Gürcüstan parlamentinin sədri Şalva Papaşvilinin son günlərlə bağlı verdiyi açıqlama siyasi reaksiyalara səbəb olub. Müxalifət onu tənqid edərək fikirlərini ikiyüzlülük adlandırır. Hakim komanda isə bildirir ki, hətta matəm günlərində belə bəzi qruplar utanc verici açıqlamalar verməkdən çəkinməyib. Məlumat üçün qeyd edək ki, Papaşvili jurnalistlərə açıqlamasında deyib ki, patriarxın vəfatından sonra həm mənəvi cəhətdən yüksəlmiş xalqı, həm də etiraz aksiyalarında olan kilsəni təhqir etməkdən çəkinməyən mənəvi cəhətdən zəif bir qrupu görüb. Siyasi dairələrdə mediada yayılan başqa bir məlumatda müzakirə olunur. Bildirilir ki, Avropa Parlamentində Avropa Xalq Partiyasının 3 üzvü 3 Gürcü televiziya kanalının İmedi, Post TV və Rustavi Orinin sanksiyaya məruz qalmasını tələb edir. Müxalifət siyasətçilər hesab edir ki, bu kanallar Avropa ideyasını demonizə edir və Avropa İttifaqına qarşı çıxış edirlər. Buna görə də sanksiyaları dəstəkləyirlər. Hakim komanda isə fərqli mövqeyədədir və bildirir ki, bu Avropa Parlamentinin qərarı deyil, sadəcə 3 Polşalı deputatın təşəbbüsüdür. Gürcüstanın birinci xanımı Tamar Bagrationinin Vaşinqtona səfəri davam edir. O, Melania Trump'ın dəvəti ilə ABŞ-da səfərdədir. Tamar Bagrationi artıq Birlikdə Daha Yaxşı Gələcək üçün adlı qlobal samitin işçi sessiyasında iştirak edərək çıxış edib. O çıxışında ilk Gürcü qadın hökmdar Kraliça Tamaraya xüsusi diqqət ayırıb. Həmçinin Gürcüstanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlardan danışıb və sürətli texnoloji inkişaf şəraitində fundamental hüquqların və uşaqların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb. Çıxışından əvvəl digər ölkələrin birinci xanımları ilə görüş keçirib. O, həmçinin Dövlət Departamentində İnnovasiya və Texnologiyalar sərgisini ziyarət edib. Bugün samit çərçivəsində Melania Trump prezidentlərin həyat yoldaşlarını Ağ Evdə dəyrimi masa formatında qəbul edəcək. ABŞ prezidenti Donald Trump bildirib ki, İranla danışıqlar aparanlar ABŞ-a neft və qazla bağlı mühüm hədiyyə təqdim ediblər və bu Hörmüz boğazı ilə əlaqədardır. O detalları açıqlamasa da qeyd edib ki, bu fakt danışıqların düzgün insanlarla aparıldığını göstərir. Trump həmçinin Fars körfəzi ölkələrinin Səudi Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytin gözləntiləri doğrultduğunu bildirib və onları müsbət qiymətləndirib. Bununla yanaşı o NATO üzv ölkələrindən narazılığını da ifadə edib.